Salam hörmətli izləyicilər, əziz biologiya sevərlər. Sizinlə nəzarətçi nizamlayıcı sistemlərin C variantının izahı ilə qarşınızdayıq. Bizə başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsinizsə, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualımızda deyir ki, polimelit virusun yoxma nəyə səbəb olur? Yadınıza saxlayın ki, onurğa beynin hərəki neyronlarını dağıdır. İkinci sualda qanda kalsium və fosfor mübadiləsinin tənzim edən vəzini ifraz etdiyi hormonun adını yazın. Bu paratormondur. Sxemi tamamlayın. Neyronun quruluşu hər bir neyron mərkəzdən yazaq cismi və iki cür çıxıntısı var. Uzun çıxıntısına deyirik akson, qısa çıxıntısına da deyirik dendrit. Rəqəmlə göstərmiş hissənin adlarını yazın. Birinci, görürsünüz ki, birinci dendritdir. İkincisi cisimidir. Üçüncü nüvəsidir. Gördüyünüz kimi 3 nüvəsidir. Dördüncüsü miyelin qışadır. Gördüyünüz üzərini örtüb miyelin qışa bu 4. Beşincisi isə aksondur. Uzunluq aksonu göstərir. Altıncısı isə bir sinirin digərsine birləşən hissəsi sinaps adlanır. Bu isə altının sinapsdır. Uzunluğu 5 metr olan bir sinir lifinin impulsunu neçə saniyə ötürə bilər? Yadınıza saxlayın ki, bizim düsturumuz fizikadan bilir, düsturumuz vardır və bərabərdir. S bölünsün T. T də bərabərdir. S bölünsün V. Düsturu yerinə yazsaq, deməli bizim yolumuz nə qədərdir? 5'dir. Sürətimiz isə 125'dir. Bunu buna bölsək, bu 0 bölünmür. Sonra 0,4 etmiş olacaqdır. Mərkəzi sinir sistemindən cəmi neçə sinir çıxır? Mərkəzi sinir sistemindən 12 cüt baş beyindən plus 31 cüt də onurğa beyindən cəmi 43 cüt, yəni 86 ədəd sinir çıxmış olur. Sxemdə heyvanlar sinir sisteminin inkişaf ardıcıllığını göstərin. İnkişaf ardıcıllığını göstərin. Birinci nə olacaq? Ən birinci meduzada olacaq. Yəni sadədən biz mürəkkəbə doğru gedirik. Sonra exnikokda, sonra kərtənkələdə, sürünənlərin nümayəndəsi, sonra quşlarda olmalıdır. Sonra isə məməlilərin nümayəndəsi olan fildə. Sonra meningit xəstəliyinin səbəbləri və onu törədən orqanizmləri yazın. Meningit xəstəliyi göbələklər tərəfindən yadınıza saxlayın, törədilə bilər. Bakteriyalar tərəfindən törədilə bilər. Bir də viruslar tərəfindən törədilə bilər. Sxemi tamamlayın. Sinir sistem anatomik bölgüsü. Deməli, bu mərkəzi, bir də periferik sinir sisteminə bölünür. Mərkəzi sinir sistemi də baş beyin və onurğa beyinə bölünür. Baş beyin yarımkürələri, orta beyindən sonra ara beyin olmalıdır. Ara beyindən sonra bir də uzunsov beyin, sonra beyincik olmalıdır. Sonra isə körpü olmalıdır. Baş beyin isə boyun şöbəsi gəlir, sonra döş şöbəsindən sonra isə bel şöbəsi gəlir. Periferik sinir sistemi isə sinirlər, bir də sinir düyünlərindən təşkil olunmuşdur. 10-cu sualımıza deyir ki, uyğunluğu müəyyən edin. Qalxana bənzər vəzi. Qalxana bənzər vəzi miksederma, çatışmamazı miksederma, bir də bazido xəstəliyi, bir də kretinizm uşaqlarda müşahidə olunur. Mədə-altı vəzi, mədə-altı şəkərli diabet xəstəliyi yarada bilər. Hipofiz akromegaliya xəstəliyi yarada bilər. Sonra 11-ci sualımızda deyir ki, baş beyin X funksiyasının bədən temperaturu və maddə mübadiləsinin tənzimində iştirak edir. Biz bilirik ki, ara beyin bədən temperaturu və maddə mübadiləsinin tənzimində iştirak edir. 12-ci sualımızda deyir, parasimpatik sinirlərin funksiyasını yazın. Parasimpatik sinirlər aiddir. Mədə vəzlərinin hərəkətini zəiflətmək. Xeyr, bu simpatikdir.
Qan damarlarını daraltmaq, bu da aid deyil. Göz bəbəyini daraltmaq, bu parasimpatik sinirin funksiyasına aiddir. Hormonun glikagon. Glikagon nə edir? İfraz etdiyi vəz, mədaltı vəz tərəfindən ifraz olunur. 14-cü sualımızda nə soruşur? İnsan sinir sistemi üçün doğrudur. Sinir sistemi üçün refleks göğsü reseptor sahə ilə başlayır. Bəli, bu doğrudur, düzdür. Onurğa beyin sinirləri yalnız hissi sinirlərdir, yanlışdır. Onurğa beyin yalnız reflektor funksiyası yerinə yetirir, bu da yanlışdır. Bütün simpatik sinirlər onurğa beyindən çıxır. Simpatik sinirlər onurğa beyindən çıxır. Bu da doğru olar. Reflektor, onurğa beyin reflektor və nəql edici funksiya yerinə yetirir. Ne olacaq elə 1-4 da B variantına uyğun gələcək. 15-ci sualımızda nə soruşur? 15-ci sualda deyir ki, sinir sistemi sütunvari rast gəlinən heyvan tipi. Deməli, sütunvari sinir toxumasına rast gəlinən heyvan tipi bilirsiniz ki, bu yastı qurdlara aiddir. Bu da C variantına verilib. 16. Bütün hissələri mərkəzi sinir sistemində yerləşir. Yadınıza saxlayın ki, ara neyronların bütün hissəsi mərkəzi sinir sistemində yerləşir. 17-ci sualımızda refleks qövsü başlayır. Reseptorlar hər hansı bir qıcıqlandırıcı ilə mütləq başlamalıdır. 18-ci sualımızda deyir ki, sinir toxumasının müəyyən nahiyəsi hüceyrələrin ümumi sayı 99. Hüceyrənin ümumi sayı 99-dursa, deməli hər bir hüceyrə onu böləcəyik 11-ə. 11'ə bölsək 9. Deməli bunda 9 dənə neyron var, 90 dənə də peyk hüceyrəsi var. Neyronun sayı dediyinə görə biz 9 tapmış oluruq. Hansı? Çünki 10 dənəsi peyk hüceyrəsi, bir dənəsi də neyrondur. Ona görə 9 11'ə böldük. Hansı ifadələr doğrudur? Refleks neyronların iştirakı ilə yaranır. Bu düzgündür. Onurğa beyin sinirləri hər iki sinirlərdir. Onurğa beyin sinirləri qarışıq sinirlərdir. Yanlışdır. Onurğa beyni onurğa kanalında yerləşir. Bu düzgündür. Sonra onurğa beyni bilavasitə beyinciklə birləşir. Bu yanlışdır. Uzun sol beyinlə birləşir. Ona görə də 1-3 doğru cavabımız 1-3 olacaq. 1-3. Deməli, uyğunluğu müəyyən edin. Böyrəküstü vəzi, vəzin sayı. Böyrəküstü vəzi hər bir böyrəyin üzərində yerləşir və onların sayı 2 ədəddir. Sonra qalxana bənzər vəzi. Qalxana bənzər vəzi 1 ədəd olur. Qalxana bənzər ətraf vəzi isə 4 ədəd olur. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.